Salam əziz müəllimlər. Mən Milli Akademiyanın rəhbəri, musiqi üzrə təlimçi müəllim Rəna Hüseynova. İlk öncə onu nəzərinizə çatdırmaq istəyirəm ki, bildiyiniz kimi Naxçıvanda sertifikasiya imtahanı daha tez olacaqdır. Bəzi müəllimlər üçün may ayında. Həmin müəllimlərin bir aydan az vaxtı var. Bu müəllimləri, həmçinin imtahana az vaxt qalmasına baxmayaraq, hələ də hazırlaşmayan müəllimləri də nəzərə alaraq belə bir proqram təqdim edirik sizə. Bu müəllimlər bizim qruplara qoşulmaqla həftədə 2 dəfə Zoom dərsinə qoşula bilərlər. Zoom üzərində sual-cavab olur. Həftədə 3 dəfə WhatsApp üzərində sual-cavab qruplarına, həmçinin ondan çox qrupda isə dinləyici kimi qoşulmaq şansı əldə edə bilərlər. Bu proqram sizə qısa müddətdə yüksək bal toplamağınıza şərait yaradacaqdır. Əgər bu qruplarda iştirak etmək istəyirsinizsə, qoşulmaq istəyirsinizsə, zəhmət olmasa nömrə ilə əlaqə saxlayın. Keçən videolarda sizlər üçün 2025 MİQ suallarının 33 sualın izahını təqdim etmişdik. YouTube kanalımızda var. Keçid edib, əgər baxmamısınızsa, həmin videolara da baxa bilərsiniz. Bugün isə 33-cü sualdan sona kimi bütün sualların izahını sizə təqdim edəcəm. Onu da qeyd edim ki, bu il həm MİQ imtahanında iştirak edəcək müəllimlərə, həm də sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə əvvəlki illərin suallarından düşmə ehtimalı böyükdür. 33-cü sualdan başlayaq. Rəna müəllim tədbir hazırlamalı idi. Yalnız tədbirdə çıxış etmək üçün bir nəfər ifaçı var. Tədbirdə isə o 4 obrazı canlandırmalı idi. Rəna müəllim tədbirdə hansı əsərin səsləndirilməyində qərarsız qalmışdı. Müəllim yoldaşlarından məsləhət istədi. Bu zaman digər müəllim yoldaşları dediyi hansı əsər tədbir üçün uyğun olar. Deməli, əziz müəllimlər, 7-ci sinif dərsliyindəndir bu sual. Keçən il imtahan sualıdır. Baxın, var meşə çarı balladası, var meşə çarı mahnı balladası. Meşə çarı balladası dedikdə bu Hötenin olacaqdır. Əgər mahnı ballada və ya vokal ballada deyəndə artıq bu Franz Schubertin olacaqdır. Meşə çarı mahnı balladası bir ifaçı tərəfindən səslənir, bir ifaçı 4 obrazı canlandırır. Müəllif, ata, oğul, bir də meşə çarının özü isə həmçinin qeyri-realdır. Amma digər 3 obraz isə real obrazlardır. Burada da situasiya olduğuna görə biraz sizə bu sualı dolayısı ilə veribdir. Amma məqsəd təbii ki də eynidir. Çünki burada yazıbdır ki, bir nəfər ifaçı. Əgər bir nəfər ifaçı deyirsə, deməli ki, burada söhbət gedəcəkdir meşə çarı mahnı balladasından. Bu da düzgün cavab C variantı olacaqdır. Franz Schubertin'dir meşə çarı mahnı balladası. Xalq mahnıları haqqında dərsdə müəllim mahnılar səsləndirdi. Bu mahnıların sırasında səslənməyən mahnı hansı olar? Deməli, sizin çərçivənizdə sonuncu verilən mövzudur Azərbaycan xalq musiqisi, həmçinin Avropa xalqlarının mahnıları və rəqsləri. Mütləq şəkildə ən azından xalq mahnısı, bəstəkar mahnısı, aşıq mahnısı bunları bir-birindən biz seçməliyik. Burada qeyd olunan Onu demə zalımyar. Onu demə zalımyar Azərbaycan xalq mahnısıdır. Sevil operasında səslənibdir, Sevilin etiraz ariyasında. Bu gələn yara bənzər Azərbaycan xalq mahnısıdır. Bu gələn yara bənzər Leyli və Məcnunda səslənibdir, Qızlar xoru adlanan hissədə. Küçələrə su səpmişəm mahnısı Azərbaycan xalq mahnısıdır. Bayat Şırada səslənir. Həmçinin Pierre Tuloy, fransız bəstəkarı, öz Xocalı 613 əsərinin birinci hissəsində istifadə etmişdir. Amanovçu da həmçinin Azərbaycan xalq mahnısıdır, Bayat Şıraza əsaslanır. Amma Laçın olsaydı Azərbaycan xalq mahnısı olardı. Laçınıdır deyə artıq bu olacaqdır aşıq mahnısı. Laçını aşıq mahnısı Aşıq Hüseyn Saraslınındır. Səməd Vurğunun sözlərinə yazılıbdır. Bu suala bənzər sual keçən il bu sual düşmüşdü. Buna bənzər sual isə ondan əvvəlki ildə imtahana düşübdür. Burada yəni I hərf səhvi olaraq düşməyib. Yəni müdavimlərdən eşitdiyim qədərilə bəziləri o nöqteyi nəzərdən yanaşmışdılar ki, I yəqin hərf səhvidir və ya izahların bəzilərində də görmüşdüm. I hərf səhvidir, I hərf səhvi deyil. Mahnının adı elə Laçınıdır. Bu tip, yəni aşıq mahnıları var ki, Vətən oğlu, ana külüm, bunlar artıq aşıq mahnıları sırasında gedəcəkdir. Onları biz xalq mahnısı 35-ci sualda deyilir, sinifdə şagirdlərdən biri dedi ki, mən dediyim əsəri sinif yoldaşlarım bir hissəsini qruplara ayrılıb birlikdə ifa edə biləcəklər. Şagirdlər mahnını hansı formada ifa edəcəklər?
Bu sualla MİQ imtahanında ilk dəfədir rastlaşırdıq. Amma siz qaydanı tam bilsəz, onsuz da burada variant çıxırdı. Burada cavabımız bizim olacaqdır. Burada qruplarla deyirsə, bir hissəsini qruplarla ayrılıb. Bu olacaqdır çox səsli musiqi. Polifoniya sözünün də mənası o idi ki, çox səsli. Həmçinin burada deyir ki, əsəri, burada mahnı demədiyi üçün biz buna həmçinin instrumental əsər kimi də baxa bilərik. Düzgün cavab olacaqdır. 36-cı sualda ifaçılar haqqında təqdimat hazırlayan şagirdlərdən biri bildirdi ki, bu ifaçı Kavaradossi Əlyar əskər rolunun ifaçısı olmuşdur. Sözə gedən ifaçının kim olduğunu şagirdlər özləri tapmalı idi. Şagirdlərin verəcəyi hansı cavab düzgün hesab etmək olar? Baxın əziz müəllimlər, əgər burada təkcə Əlyar və əskər olsaydı, burada cavab Rəşid Behbudovda ola bilərdi. Niyə? Çünki deməli, Arşın Malalın operettasında 38-ci ildə, xüsusilə də Moskvada keçirilən Azərbaycan İncəsənət 10 günlüyündə Arşın Malalında əskər rolunun ifaçısı olmuşdur Bülbül. Amma Arşın Malalan filmi 1945-də çəkilibdir. Bu filmdə əskər rolunun ifaçısı olub Rəşid Behbudov. Hətta ona görə də bir il sonra 1946-cı ildə dövlət mükafatı alıbdır. Həmçinin Əlyar rolu. Əlyar olub Nərgiz operasından. Nərgiz operası ilk dəfə 35-ci ildə tamaşaya qoyulubdur. 35-ci ildə Nərgiz operasında Əlyar rolunun ifaçısı olub Bülbül. Sonra ikinci redaksiyasından sonra tamaşaya qoyulanda isə Rəşid Behbudov ifa edibdir Əlyar rolunu. Amma artıq burada Kavaradossi obrazı var deyə bunun bir cavabı var. Çünki Kavaradossi rolu Tosk operasındandır. Yenə orada da iki obraz var olmağına. Kavaradossi var, Skarpyan var. Kavaradossi obrazını Bülbül ifa edibdir. Skarpyan obrazını isə Müslüm Maqamayev ifa etmişdir. Tosk operasındandır. Burada da artıq cavabımız Bülbülün də burada öz adı soyadından verilib. Bülbül bilirik ki, Murtuza Məmmədovun ləqəbidir. D variantı düzgün cavab olacaq. Əgər ola bilər ki, sizə deyək ki, oxşarlıqlar imtahanı daha çox düşür ki, Bülbüllə Rəşid Behbudovun oxşar cəhəti nədir? Hər ikisi də əskər və Əlyar rolunu ifa etmişdir. Bu sualı izah etməmişdən öncə deyim ki, Zəfərə aid bir sual imtahana mütləq şəkildə düşəcəkdir. Ya mahnımı, ya instrumental əsərmi, ya xor əsərmi. Keçən il məsələn Zəfər simfonik poeması düşmüşdü, Faiq Sücəddənovun idi. Bu il isə bu sual düşmüşdü. İlk öncə sualı oxuyaq. Dərsliklərin müəllifi olan bu bəstəkarın. Dərsliklərin müəllifi olan bəstəkar, ilk öncə onu bilməliyik ki, Oqtay Rəcəbovdur. Bu bəstəkarın təntənəli xarakterli əsər. Burada bizim açar sözümüzdə biri də təntənəlidir. Çünki təntənəli kantatanın əsas önəmli nüansıdır ki, qaydanın içərisində də mən öz müdaxilərimə deyirəm ki, bəziləri deyir ki, qaydanı yadımızda saxlamaqda çətinlik çəkirik, testə baxanda yadımıza düşəcək. Müəllimlərin, müdavimlərin ən çox sevdiyi sözdür. Testə baxanda yadıma düşəcək. Mən də deyirəm ki, bu qaydanı siz tam şəkildə bilməyəndən sonra testə baxanda fikriniz qarışacaq. Görən bu söz burada var idimi, bu söz burada yox idimi? Ona görə qaydaları qayda kimi da əvvəlki illər olsaydı, qayda məsəl üçün qayda kimi düşərəcəkdi ki, kantata nəyə deyilir? İndi o kantatanın, məsələn, indi kantatanı hələ ondan danışırıq deyə nümunə göstərirəm. Kantatanın içərisindəki bir sözü situasiya olaraq sizə veriləcək. Sizin axırıncı üslub janrlar mövzunuz var proqramınızda. Üslub janrlar mövzusunda sizə əsasən əsərlərin adı və ya bəstəkarın əsərinin müəyyən bir janrıdırsa, onun haqqında qısa məlumat verir. Deyir ki, əsərin janrını müəyyən elə. Bu tip suallar çox düşür. Keçən ildə gördük və sertifikasiyada da, MİQ-də yenə də eyni formada bu suallar düşəcəkdir. Burada da kantatanın qaydasında deyir, bir yaxud çox hissəli, təntənəli, nağıl epik xarakterli vokal əsərdir. İlk öncə siz bilməlisiniz ki, kantata vokal əsərdir və kantata xor kollektivi ilə ifa olunur və Zəfər himni kantatası Oqtay Rəcəbovundur. Oqtay Rəcəbov da bayaq dedik, dərsliklərin müəllifi idi. Baba Vəziroğlunun sözlərinə yazılmışdır. Həmçinin bu kantata cənab İlham Əliyevə həsr olunmuş kantata idi. Düzgün cavab B olacaq. Şənlən mənim xalqım uverturadır. Oqtay Zülfüqarovundur.
Uvertura təntənəli deyil, düzdür. Uvertura həm janrdır, həm də girişdir, musiqi əsərlərinin girişi. Qələbə himni Üzeyir Hacıbəylinindir. Elə adından da göründüyü kimi himndir. Odlar Yurdu. Odlar Yurdu həm mahnı var, Fikrət Əmirovun mahnısıdır. Həm də Odlar Yurdu oratoriyası var, Vasif Adgözəlovundur. Çanaqqalada yenə oratoriyadır. O da deməli Vasif Adgözəlovun oratoriyası idi. Təntənəli təkrarlayıram. Kantatanın açar sözü olduğuna görə biz götürəcəyik Zəfər himni kantatasını. Həm də kitabların müəllifi də burada bizim növbəti açar sözümüz idi. 38-ci suala baxaq. Orkestrlərdə səslənən musiqilərdən danışan müəllim Hacı Xan Məmmədovun simfoniyetta, Sultan Hacıbəyovun Bolqar suitası, Süleyman Ələsgərovun sözsüz mahnı əsərinin hansı orkestr üçün yazıldığını sual verdi. Bu əsərlər hansı orkestr üçün yazılıbdır? Hacı Xan Məmmədovun simfoniyettası, Sultan Hacıbəyovun Bolqar suitası, Çex rəqsi, Süleyman Ələsgərovun sözsüz mahnısı hamısı xalq çalğı alətləri orkestr üçün yazılmışdır. Bu Hacı Xan Məmmədovun simfoniyettasını çox vaxt konsertlərlə qarışdırır müəllimlər. Əsasən konsert bəli kitabdan çox onun adı keçirilir, amma bu da 9-cu sinif mövzusunda var. Konsertləri tar və kamançı üçün olanda onları simfonik orkestr müşahidə edir. Aşım Malan operettası haqqında deyilən hansı fikir yanlışdır? Libretto müəllifi bəstəkarın özüdür. Bəli, biz dedik ki, Üzeyir Hacıbəyovun əsərlərinin 90%-nin libretto müəllifi özüdür. Bir Koroğludan başqa Koroğlu operasının libretto müəllifi Məmməd Səid Ordubadi idi. Cahan xala, Sultan bəy Gölçöhrə obrazı var. Bəli, burada hətta Süleyman obrazı da var. Hətta burada i variantında verilibdir. Arşın Malanda belə yadınızda saxlayın. Həm Süleymani rəqsi var, həm də Süleyman obrazı var. 2 dəfə film çəkilibdir. Bəli, birinci film 1945-ci ildə, ikinci film isə 1965-ci ildə çəkilmişdir. Filmdə əsgər rolunu deyil, Bülbül, bir də Rəşid Behbudov ifa edib. Bayaqki sualda da var idi buna bənzər. Orada da qeyd etdiyim kimi, var operettada əsgər rolu, var filmdə əsgər rolu. Operettada əsgər rolunu ifa edibdir Bülbül. 38-ci ildə hətta buna görə ilk dəfə Azərbaycanda SSR xalq artisti adına layiq görülən musiqiçi olubdur. Rəşid Behbudov isə 45-ci ildə filmdə ifa edib əsgər rolunu və həmçinin Rəşid Behbudov da Arşın Malalan filmində əsgər rolunu ifa elədiyinə görə dövlət mükafatına layiq görülüb. Burada da filmdə də deyir Bülbül ifa edir. Ona görə də bu sual səhvdir. Təkrarlayıram, filmdə Rəşid Behbudov ifa etmişdir. 40-cı suala baxaq. Həm musiqi aləti, həm də insan səsinin bir növü olan musiqi aləti hansıdır? Burada düzgün cavabımız altdır. Deməli, alt həm qadınlarda, həm də uşaqlarda bənd səs hesab olunurdu. Alt həm də yaylı simli musiqi alətidir. Həm simli alətlər orkestrinin tərkibində, həm simfonik orkestrin tərkibində yer alır. Bundan başqa kamera orkestrinin tərkibində var. Simli alətlər orkestrinin tərkibində birinci skripkalar, ikinci skripkalar, altlar, violonçellər, kontrabaslar. Həm oldu alt, həm bir də burada qeyd olunmayıb, amma bariton da. Bariton həm nəfəsli alətdir. Bariton həm də insan səsinin bir növüdür, orta kişi səsidir. Deməli, mənası ağır ton deməkdir. Bariton nəfəsli alətində isə bəstəkarlarımızdan Üzeyir Hacıbəyli ifa etmişdir. Bu qədər əziz müəllimlər, artıq MİQ suallarından 40 sualın izahını sizə təqdim etdim. Bununla da artıq 2025 MİQ sualları yekunlaşdı. Növbəti test video izahlarında görüşənədək hələlik.